Herkese salam dostlar, mən Fərid. Yepyeni bir video ilə, yeni konseptlə qarşınızdayım. Bugün Zevsin qardaşı Sedoy haqqında danışacağıq. Bilirsiniz, hardasa təxminən 1 ilə yaxındır Sedoy azadlıqdan məhkum edilib. Hələ də məhkəməsi olmayıb. Bilirsiniz, hardasa 2024-cü ilin 9-cu ayı falan, yəni qızla hansısa saytı təbliğ etdiyinə görə tutulmuşdu və 700 min dəyərində ziyan vurmuşdu deyə tutulmuşdular. İndi isə təzəlikcə Sedoy məhkəməyə də danışıq veriblər. Yəni ki, öz haqqını tələb etməsinə icazə veriblər. Yəni çıxış eləməyinə icazə veriblər. Yeni bir xəbərlərdə gördüm ki, Sedoy öz haqqını müdafiə eləyir. Gəlin onu qısa bir fraqment kimi də olsa axıra kimi izləyək ki, məni daha dəqiq başa düşəsiniz və hər şey daha dəqiq biləsiniz. Farmaniya.com dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əskərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Mən ümumiyyətlə belə şeyləri reklam ümumiyyətlə eləmirdim, çünki bunların həmişə axırı pis olur. Amma Hüseyn Quliyev ifadəsində bildirib ki, o sadəcə şəbəkənin reklamını həyata keçirib. Ötən il internetdə Farmaniya.com saytını gördüm. Maraqlı gəldiyi üçün saytın texniki dəstək komandası ilə əlaqə saxlayıb, lisenziyası ilə tanış oldum. Qanuni olduğuna inandığım üçün 100-2 min manat arası məbləğlərdə dəfələrlə pul yatırdım. Sonra onlar mənimlə əlaqə saxlayıb saytı reklam etməyi təklif etdilər. Bloger olduğum üçün bu təklifi qəbul etdim və ödəniş qarşılığında saytı reklam etdim. Mənə Badam xanım adına olan kartı təklif etdilər, istəmədim. Öz adıma kart da təklif etdilər, amma bunu da qəbul etmədim. O kartın reklamını da aparmamışam. Dələduzluğa məruz qalan insanlar saytda o kartı görüblər. Heç mənim onları tanımağım mümkün deyil. Onlar mənim reklamlarımı görüblər, lakin mənimlə əlaqə saxlamayıblar. Mən özüm də bu işdə zərər çəkmişəm. Mənə 5000 manatdan çox ziyan dəyib. Qeyd edək ki, aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkar olunub. Əlavə edək ki, Hüseyn Quliyev Zevs ləqəbi ilə tanınan məşhur videobloger Ruslan Quliyevin qardaşıdır. Görürsünüz, yəni Sedoy haqsız yerə aldadıldığını bilir, onun da belə olacağını bilmirmiş, yəni başına gələnlərdən xəbərsiz olub və Badam xanım da dediyinə görə heç bir günahları olmayıb. Haqlıdırsa əgər, inşallah, yəni hər şey yolunda gedər. Haqlıdırsa qısa zamanda azadlığa çıxar inşallah. Allah özü kömək olsun. Neysə dostlar, videoda bura kimi idi. Siz də kommentlərdə rəyinizi yazmağı unutmayın, fikirlərinizi yazın və kanala abunə olub bildirişləri açmağı unutmayın. Sağ olun, salamat qalın dostlar. Növbəti videoya dək.